Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əməkdar artist Şəbnəm Tapdığı efirdə əsəbləşdiriblər. Xəbər verilir ki, buna səbəb Xəzər axşamı verilişində müğənni Cəmilənin ona kökəlməsini deməsi olub. Şəbnəm Tapdıq mənə irad tutdu, dedi arıqlamışdım. Niyə kökəlmisən? Deyirəm kökəlmə. Cavab verdim ki, əcəb etmişəm. Ekrandan özümü görünə yığcamal. Haram kökdür deyə sərt reaksiya verib. Aparıcı Mətanət Əlivverdiyevanın nənənizin xüsusi pəhrizi olub. Onu etmisiniz sualına müğənni nənəmin olub. Bu haqda efirdə danışmayacağam. Ona riayət etmirəm, etsəm arıq olaram. Mənim kök və arıq olmağımın sənətimə nə aidiyyəti? Gözəllik yarışmasında olsaydım, məcburən özümü arıqladardım cavabını verib.